Və efir növbəsi Ekonomiksindir. Aysel Fərziyev da artıq studiyada öz yerini alıb. Axşamınız xeyir olsun Aysel. Hər vaxtınız xeyir mühüm. İqtisadiyyat xəbərlərini təqdim etməyə hazırsınız. Sözsüz hazıram. Başlaya bilərik. Buyurun, başlayın. İndi isə daha ətraflı. Azərbaycan nefti ucuzdaşıb. London əmtəə birjasında keçirilən hərraclarda Azərlight markalı Azərbaycan neftinin bir bareli 63 dollar 86 sentə satılıb. Dövlət neft şirkətinin məlumatına görə bu əvvəlki gün qeydə alınan qiymətdən $0,75 azdır. Azərbaycanda Torpaq Məcəlləsi və İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsi hazırlanıb. Dəyişikliklər kənd təsərrüfatına yararlı torpaqlardan təyinatı üzrə istifadə edilməsinə özündə əks etdirir. Kənd Təsərrüfatı Nazirliyi hər iki sənəd layihəsini Nazirlər Kabinetinə təqdim edib. Qeyd edək ki, Prezident İlham Əliyev istifadə edilməyən kənd təsərrüfatı torpaqlarının əkin dövriyyəsinə cəlb edilməsi ilə bağlı aidiyyatı qurumlara tapşırıqlarını vermişdi. Elektron hökumət sisteminin inkişafında yeni mərhələyə start verilib. Mərkəzi icra hakimiyyət orqanlarının ardından yerli icra hakimiyyətləri də elektron hökumət portalına qoşulmağa başlayıblar. Daha ətraflı əməkdaşımız Rövşən Abdurrahmanlının süjetindən biləcəksiniz. Gələcəkdə regionlarda icra hakimiyyətləri ilə bağlı bütün müraciətlərə avtomatlaşdırılmış şəkildə cavab veriləcək. Artıq Biləsuvar rayonunda yaşayanlar bu xidmətdən istifadə etməyə başlayıblar. Ümumilikdə isə il ərzində yerli icra hakimiyyətlərinin elektron hökumət portalına qoşulması prosesi bütün ölkəni əhatə edəcək. Hazırda bir dövlət proqramı hazırlanıb ki, o proqramda təsdiq edildikdən sonra bu məsələlərə baxıla biləcək. Ancaq ümumilikdə yerli icra hakimiyyəti orqanları bu sahədə öz hazırlıqlarını aparırlar. Qeyd etdiyim kimi artıq bir icra hakimiyyəti orqanı da öz təşəbbüsü ilə vətəndaşların qəbula yazılması üçün elektron xidməti portala inteqrasiya etdiriblər və güman edirik ki, bu başlanğıcdır. Bu proses tam bitdikdən sonra növbəti mərhələdə bələdiyyələr də elektron hökumət portalına qoşulacaq. Amma ekspertlər bunun üçün xüsusi qanun layihəsinin hazırlanmasını vacib sayırlar. Çünki indi bu iş könüllü əsasında həyata keçirilir. Yəni, hansı icra hakimiyyəti orqanı təşəbbüskar və yeniçidirsə elektron sistem yaratmağa can atır. Azərbaycan İnternet Forumu rəhbəri Osman Gündüz hesab edir ki, hazırlanacaq proqramda istifadəyə veriləcək xidmətlərin siyasi də əksini tapmalıdır. Bu siyahının içərisindən sosial əhəmiyyət kəsb edən, ictimai əhəmiyyət kəsb edən, kütləvi xidmətlər ayrıca seçilməlidir və bir hüquqi sənəd qəbul edilməlidir ki, regionlardakı elektron xidmətlər elektron formaya keçiriləndə bu sosial əhəmiyyətdəki ictimailik nəzərə alınsın. Osman Gündüz deyir ki, bütün bunlarla paralel regionlarda IT mütəxəssislərinin hazırlığı işi də aparılmalıdır. Çünki kadr problemi həll olunmasa, rayonlarda elektron hökumət quruculuğunu başlatmaq və davam etdirmək xeyli çətin ola bilər. Rövşən Abdurrahmanlı, Rüfət Əliyev, Lider TV. Böyük Britaniyanın əsas banklarından olan Lloyds Bankın səhmlərinin 9 milyard funt sterling dəyərində hissəsi satılır. Böyük Britaniyanın baş naziri David Cameron BBC-yə açıqlamasında belə deyib, bildirib ki, bu satış milyardlarla funt sterlingi geri qaytara bilər. Amerikadan neft ixracına qoyulan qadağa aradan qaldırıla bilər. Bununla bağlı Birləşmiş Ştatlar Senatına Energetika Komitəsi yeni qanun layihəsi hazırlayıb. Ekspertlərin fikrincə bu o deməkdir ki, neftin qiyməti daha da ucuzlaşa bilər. Amerika Birləşmiş Ştatları federal hökumətinin siyasəti olduqca köhnəli və mükəmməllikdən xeyli uzaqdır. Bu siyasətin islahatlara ehtiyacı var. Amerika Birləşmiş Ştatları dünya neft bazarında yeni ağırlıq mərkəzinə çevrilir. Kanada və Birləşmiş Ştatlarda neft hasilatının artımı hər iki ölkəyə artıq 2020-ci ildə iri neft ixracatçısına çevrilmə imkanı qazandırır. Hətta Kanada bu nefti indidən Amerikaya ixrac edir. Buna görə də neft ixracına qadağa ilə bağlı qanunun tez bir zamanda götürülməsi çox vacibdir. İndi isə bütün markalardan olan neftin qiymətində eniş var. Amerikanın New York əmtəə birjasında hərraca çıxarılan light markalı neft ucuzdaşır və 56 dollar 28 sentə təklif edilir. London birjasındakı Brent markalı neft isə 63 dollardan biraz baha satılır. Dünyanın səhəm bazarında isə canlanma var. Amerikanın qiymətli kağızları yaşıl zonada qərarlaşıblar. Avropanın qiymətli kağızlarında bu artım özünü daha çox göstərib. Yaponiyanın Nikkei 225 indeksi də dəyərini artırıb. Qızılsa ucuzlaşıb və qiyməti 1200 dollarlıq psixoloji həddən də aşağı düşüb. Gümüş 1%-dən də çox bahalaşıb və bu saata onun qiyməti 16 dollar 4 sent təşkil edir. Platin və palladium bahalaşıb, mis və alüminiumsa əksinə bir qədər ucuzlaşıblar.
Avropanın vahid valyutasının məzənnəsi də düşüb. Avro-dollar 1.0671, dollar yen 119.50-dir, funt sterling dollarsa 1.4870-ə bərabərdir. Azərbaycan manatının digər valyutalara nisbətən Mərkəzi Bankın müəyyənləşdirdiyi məzənnələri isə belədir. 1 dollar 1 manat 5 qəpikdir, 1 avro 1 manat 12 qəpikdir, Rusiya rublu 2 qəpiyə yaxın, Türk lirəsi isə 39 qəpiyə mübadilə edilir. Belə sizi maraqlandıran hadisə və narahat edən problemlər barədə isə 497-61-57 nömrəli qaynar xəttimizə zəng vurub məlumat verə bilərsiniz. Həmçinin Android tipli mobil telefonlara iReporter proqramını yükləmə ilə də qarşılaşdığınız hər hansı hadisəni Lider televiziyasına göndərə bilərsiniz. Bizdən bugünlük bu qədər. Mehman söz yenidən sizdədir. Çox sağ olun.